Əziz insanlar, əziz Azərbaycanlılar, əziz mənim xalqım, mən sizə bunu məsləhət görürəm. Məsləhət görürəm ona görə ki, mənim yaşım çoxdur, hər dəqiq ölə bilərəm. Amma siz gələcəkdə sağlam, gümrah, ağıllı, təfəkkürlü olmağınızı istəyirsinizsə, boylu puxunlu olmaq istəyirsinizsə, gözəl və göyçək olmaq istəyirsinizsə, bu iyonlaşmış sudu alın. Biz daha qabağa getdik Avropadan. Biz onu butulkalardakı suya töhmədik. Biz onu ayrıca bir adam üçün 2 butulka bəsi, balaca 30 qram. Bir ilinə 2 dənəsi ondan lazımdır. 4 manat 10 qəpik, indi aptekdə 5-6 qəpiyinə qoyurlar onu, bilmirəm mən. Alın onu. Mən siz bilirsiniz ki, mən pul qazanmamışam. Allah mənim qabağıma pul da yazmayıb. Mən pul üçün demirəm. Mən bunu xalqıma tövsiyə edirəm ki, sağlam yaşasın. Mənim deyil bu da. Biləsiniz, əziz insanlar. Mən özüm saf bir insanam. Mən elə şeylərə getmərəm. Mənə oradan Allah yazmayıb, qabağıma pul yazmayıb. Biləsiniz, siz birdən elə bilərsiniz ki, mən bu reklam eləyirəm ki, Rəşid müəllim yəqin burada gəlir. Xeyr, açıq danışıram. Mən xalqıma xidmət edirəm. Yazıqdır bu xalq. Uşaqlar doğulurlar, normal halda doğulmurlar. Uşaqlar çox gec dil açırlar. Baxın, son illərdə 3-4 yaşı var, hələ uşaq ana sözünü deyə bilmir. Bunların hamısının səbəbi yodun çatışmazlığıdır. Mən sizdən təvəqqə edirəm. Əziz insanlar, iyonlaşmış yodu qəbul edin. O nədir? 30 mililitrdə buraxılır. Bir ailəyə 5 adama, 6 adama bir ay bəs edir ona. Suyuna tök, iç. 1 litrinə 2 damcı. Bir sutkada adam 2 litr su içir. Yəni, onu bacarmasan da birdən 1 litr, 2 litr yadığından çıxdı, içmədi. Heç olmasa sutkada 4 damcı bundan içməlisən ki, sağlam və gümrah olasan. Əziz insanlar, mən sizə bunu tövsiyə edirəm. Bu sizin sağlamlığınız üçün, inkişafınız üçün, beyninizin formalaşması üçün, beynin inkişafı üçün, bədənin inkişafı üçün, sağlam olmağınız üçün çox vacibdir. Siz bunun, inanın, 3 ay ardıcıllıqla bunu için, sonra görəcəksiniz, siz nə qədər dəyişmişsiniz. Siz elə bilirsiniz ki, insan səni kimidir və səni kim yaşayır. Yox, sən ayaq üstə yatırsan. Çox tənbəlik. Bu işi büyüne yox, sabah eləyir, sabah yox, bürsün eləyir. Siz çox qoçaq olacaqsınız. İnanın ki, deyirəm, əgər mənim millətim bunu işsə, 30 ildən, 40 ildən sonra ən böyük kəşflər bu Azərbaycanda olacaq. Mən buna əminəm. Çünki bizim günəşimiz var, bizim kuxunamız çox genişdir, hər cür çeşitli qidalarımız var. Ondan başqa hər cür vitamini, bütün vitaminlərdən olan bizim meyvələrimiz var. Yəni, bunu deməkdə məqsədim odur ki, mənim xalqım çox qiymətli bir insan olsun, bir şəxsiyyət olsun və boy-puxun olsun, gözəl olsun, savadlı olsun, ağıllı olsun, təmkinli olsun. Bütün bunları nəzərə alaraq mən sizə bunu tövsiyə edirəm, əziz insanlar. Bunun əgər çatışmamazlığı varsa, çox xəstəliklərə səbəb olacaq. Və bu iyonlaşmış yod sənin xəstələnməyinin qarşısını alacaq, səni xəstələnməyə qoymayacaqdır. Ona görə mən bunu çox həyəcanla danışıram. Həyəcanla danışıram ki, çoxları hələ anlamır, başa düşmür. Elə bilir ki, o doğrudan da yaşayır. Bu elə hesab edir ki, bu doğrudan da bu yaşayış budur və bunun kimi olmalı yaşayış. Bu belə deyil. Yaşayış belə deyil, səninki kimi. Tənbəl yaşamaq deyil. Sənin yaşamağın mükəmməl olmalıdır, sağlam olmalıdır. Hər şeyi deyəndə tez başa düşməlisən, şeiri tez əzbərləməlisən. Yəni, hər şeyi anlamalısan sən. Onun üçün beynin formalaşmasında, inkişafında, miyerinləşməsində çox önəmi olan, bax, bu iyonlaşmış yodu. Təvəqqə edirəm, bu yodu qəbul edin. Və gündə 2 litr su içəcəksənsə, hər litrinə 2 damcı tök, istəyirsən xörəyinə tök, istəyirsən çayına tök, istəyirsən qatığa tök iç, necə istəyirsənsə,
Yəni hər gün bunu qəbul eləməlisən. Ezamiyyətə gedirsən, balaca şeydir, cibinə qoy apar. 2 damcı əvvəlcədən iç, axşamda 2 damcısını iç, su ilə yesin. Və bu sənin üçün çox önəmli bir həyat olacaqdır. Sənin həyatın dəyişəcək, sənin orqanizmən dəyişəcək yaxşılığa doğru, inkişafa doğru. Bunu eləyin.